da CV-də qeyd eləyəndə istər skillləri, istər work experience-i, təhsilini, nələrə üstünlük vermək lazımdır ki, bizim bu HR-lar onu görüb həqiqətən də çəksinlər. Mən nə qədər gənc adam görmüşəm, yəni CV-si var, adam işləyib, amma CV-də elə bir bərbad vəziyyətdə yazıb ki, HR həqiqətən də baxır, atır bunu qırağa ki, bu heç. Yəni qoyur qırağa. Heç ümumiyyətlə onun oturub oxumağa belə vaxt sərf eləmir, amma eləsi var ki, həqiqətən açan kimi HR cəlb edir ki, yox, bu bizə uyğun gəlir, bizim vakansiyaya uyğundur, başlayır oxumağa. Yəni nəyə fikir vermək daha yaxşıdır orada? Burada bir qismət məsələsi də var. Bir də Bəxtin gətirmək. hə, bəxtin gətirmə məsələsi var. Bir də ki, öz bacarığın var. Baxın, həmişə sənin qabağa ideal HR çıxacaq deyə bir şans yoxdur da. Yəni ki, kimsə sənə oturub CV-və detallı baxacaq ki, mən qaqaşın bir dənə baxaq görəydə həqiqətən görə nəyi var. Bəlkə pis yazıb CV-sini, bəlkə özü elə əjdaha olanda hər şey bilir. Heç kim onu sənin üçün eləmir. Sən bayaq dediyim kimi, sən bir məhsulsan, bazar üçün bir məhsulsan. Sən özünü yaxşı reklam eləməyə bacarmalısan. Junior üçün deyə yenə gəl belə juniora middle-a bunu. Junior məsələn, indi bu 1 ildir də işləyir. Bu nə qədər key contribution verə bilər? Töhfə verə bilər şirkət, nə qədər böyük bir biznes planlarını, problemlərini həll edə bilər. Eləyə bilər, yəni o say məsələsi də önəmli. Burada məsəl üçün o bilik və bacarıqlarını qeyd edə bilər juniorlarkən mən filan layihədə işlədim, filan tool-la işlədim, nə bilim Agile-da işlədim, nə bilim Scrum-da işlədim və s. ilə axır. Gələ biraz bu suala middle üzərindən cavablandıraq ki, middle-dır, getmək istəyir, başqa pozisiyaya dəyişmək istəyir şirkətini. Məsəl üçün, mən öz CV-imdə bunu qeyd edirəm, key contribution-lar yazıram. Yəni, mən bu şirkətə nə töhfə vermişəm? Yəni, bunlara mən nə xeyir vermişəm? Adamlar açıb mənim CV-mə baxanda, görsünlər ki, bu developer bu şirkətə bu töhfəni verib. Yəni, bunun bacardığı bir şey var da. Yoxsa, yazaq dolduraq ki, filan şey bilirəm, C#, nə bilim, WP, .NET, onu elə 1000 dənə adam da yazır. HR-ın qabağından o qədər adam keçir. Ona görə çox HR-lar, yəni, pas keçirlər onu. Ki, var da, yəni, skillləri yox, işlədiyin experience-i də orada göstərməlisən ki, yəni mən nə eləmişəm. HR 1 dəqiqə və yaxud da 2 dəqiqə baxırsan və sən o fikirləşməlisən ki, elə bir şeyi qabağa çıxartmaq lazımdır ki, HR-ın fikrini cəlb eləsin. Ki, HR sənin CV-və ikinci dəfə qayıdıb baxsın ki, hə, görək nə var.